Hər kəsə salam. Bugün sizlər üçün 7-ci sinif kimya sinif testinin izahını vermək istəyirəm. Gəlin birinci bölmənin 2-ci və 3-cü dərsi olan elementlər və cansız təbiətdə olan mühüm elementlər testinin tapşırıqlarını izah edək. Birinci suala baxaq. Havanın tərkibində əsasən hansı maddələr var deyir. Biz bilirik ki, havanın tərkibində azot və oksigen maddələri vardır. Buna görə doğru variant A variantı olacaq. Havanın tərkibində xlor və fosfor maddələri yoxdur. Yer qabının əsas hissəsi hansı maddələr təşkil edir deyir. 1.1-ci testdə də qeyd etdiyimiz kimi yer qabının əsas tərkib hissəsini qum və gil təşkil edir. Eydel Venn diaqramına uyğun məddələri müəyyən edin. Tərkibləri verilib. Deməli, gəlin zülalların tərkibini yazaq. Zülalların tərkibində karbon, hidrogen, oksigen və azot var. Yağların tərkibində isə karbon, hidrogen, oksigen var. Və biz burada bilirik ki, 3-cü hissə Eylül Venn diaqramında hər ikisinə aid olanlar yazılır. Deməli, biz bu hər ikisinə aid olanlar hansılar yazacağıq? Karbon, baxın, karbon hər ikisində var. Hidrogen hər ikisində var və oksigen. Deməli, karbon, hidrogen, oksigen 3-cü xanaya uyğun gələcək. Tərkibində karbon var. Baxırıq, tərkibində hər ikisinin tərkibində karbon var. Deməli, 3-ə uyğun gələcək. 1-i yazaq. Tərkibində azot var. Baxırıq ki, yağların tərkibində azot yoxdur, amma zülalların tərkibində azot var. Ona görə də tərkibində azot var. 1-ə 2 uyğun gələcək. Tərkibində oksigen var. Hər ikisinin tərkibində oksigen var. Tərkibində azot yoxdur. Baxırıq ki, yağların tərkibində azot yoxdur. Ona görə də 2-yə də 4 uyğun gələcək. Deməli, birinciyə 2, ikinciyə 4, üçüncüyə isə 1, 3 uyğun gəlir. Doğru variant B variantı olacaq. İnsan orqanizmi təşkil edən əsas maddələr, zülallar, yağlar, karbohidratlar və X. X-i müəyyən edin. Bilir ki, insan orqanizmi təşkil edən əsas maddələr zülallar, yağlar, karbohidratlar və su təşkil edir. Sümüklərin və dişlərin inkişafını və sərtliyini təmin edən elementlər deməli, kalsium və fosfor. Sümüklərin və dişlərin inkişafını, sərtliyini təmin edir. Kalsium və fosfor çatışmamazlığı sümüklərin və dişlərin inkişafını zəiflədir, ləngidir. Ona görə də olacaq E variantı. 6-cı tapşırığa baxaq. Deyir, dəmir çatışmamazlığı qanın tərkibinə təsir edir. Bəli, birinci doğrudur. Bizdən də doğru ifadələr müəyyən etməyi soruşur. Kükürt çatışmamazlığı sümüklərin inkişafını ləngidir. Kükürt çatışmamazlığı dərinin saçın inkişafını ləngidir. Sinir çatışmamazlığı insanın böyüməsini ləngidir, sinir sistemini gərginləşdirir. Bəli, 3-cü doğrudur. Canlı orqanizmlərdə olan maddələrin tərkibinə daxil olan elementlər bu elementlər adlanır. Bu doğrudur. Karbohidratların tərkibində azot var. Xeyr, karbohidratların tərkibində azot yoxdur. Zülalların tərkibində azot var. Buna görə 1, 3 və 4 doğrudur. Aktiv idmanla məşğul olan insanın gündəlik zülal ehtiyacı hər kiloqrama təqribən 1,4 qram təşkil edir. Çəkisi 60 kiloqram olan idmançının gündəlik zülal ehtiyacını qramla hesablayın. Deməli, kiloqramı təqribən 1,4 qramdırsa, 60 kiloqram. 60 kiloqram, yəni hər kiloqramına 1,4 qramca biz bunu belə də yaza bilərik. Deməli, 1 kiloqrama 1,4 qramdırsa, 60 kiloqramı neçə qram düşər? X. Yəni, 1000 qrama 1,4-dürsə, gəlin onu da qeyd edək, 1000 qrama 1,4 qram düşürsə, 60 kiloqram, bilirik ki, 1 kiloqramımız 1000 qramdır, 60-ı 1000-ə vuraram, 60.000 qrama da X. X qram düşər yəni. Buradan da 60.000-i vuraram 1,4-ə,
buradan da x bərabərdir 84. Gündə sudal ehtiyacını qramla hesablayın, o deyir 84 qram. Uyğunluğu müəyyən edin. Demək, kükürt və maqnezium verib, metaldır. Kükürt bilir ki, qeyri-metaldır, maqnezium metaldır, 2-yə A uyğun gələcək. Çalışmamazı insanın zehni fəaliyyətinin ləngiməsinə səbəb olur. Maqnezium çatışmamazlığıdır. B variantı olacaq ikinciyə. Daha sonra çatışmamazı dərinin zəifləməsinə səbəbdir. Kükürt çatışmamazlığı. Qeyri-metaldır kükürt. Çatışmamazlı saçların zəifləməsinə səbəb olur. Bu da yenə kükürt. Deməli, 1-ə C, D, E, 2-yə A, B uyğun gələcək. İnsan orqanizmini təşkil edən əsas maddələrdən hansı yalnız hidrogen və oksigen elementlərindən, hansılarsa yalnız karbon, hidrogen və oksigen elementlərindən ibarət olduğunu yazın. Deməli, insan orqanizmində hidrogen və oksigen elementlərinə təşkil olan maddə hansıdır? Bu, bilirik ki, sudur. Hidrogen və oksigenə təşkil olunmuşdur. Çünki suyun formulu H2O-dur. Baxıq, hidrogen və oksigen elementlərinə təşkil olunubdur. Və digərsə, yalnız karbon, hidrogen və oksigen elementlərinə ibarət olduğunu yazın. Buna isə yağlar və karbohidratlar misal göstərə bilərik. Nə üçün zülallar misal göstərə bilmirik? Çünki zülalların tərkibində karbon, hidrogen, oksigen və əlavə olaraq azot elementlərindən ibarət olduğuna görə onu götürə bilmərik. İkinciyə isə yağlar və karbohidratları misal göstərə bilərik. Karbohidratlar. 10-cuya baxaq. Atmosferin alt qatını təşkil edən maddələr 1. Və litosferin üst qatını təşkil edən maddələr 2. Hansı elementlər təşkil olunduğunu yazın. Bilirik ki, atmosferin alt qatı havadır. Hava isə hansı elementlərdən təşkil olunub? Azot, oksigen və karbon elementlərindən təşkil olunub. Çünki atmosferin alt qatı azot, oksigen və karbon qazından təşkil olunub. Azot elementindən, oksigen elementindən, karbon isə karbon və oksigen elementindən təşkil olunduğunu bilirik. Daha sonra deyir ki, litosferin üst qatıda yer qabığı, yer qabığı isə qum və silisium maddələrindən təşkil olunmuşdur. Qum, silisium və oksigen elementlərindən, gil isə alüminium, silisium və oksigen elementlərindən təşkil olunmuşdur. Belə uşaqlar, beləliklə 1.2 və 1.3 testinin də sizlərlə birlikdə izahına baxmış olduq. Sağ olun.